Salam, hörmətli kolleqalar. Mövzum aksilə pozitiv süd vəzi xərçənginin neoadjuvant sistemik müalicədən sonra şüa müalicəsidir. Bu da bizim radioterapiya sferasında çox aktual bir mövzudur. Bu haqda danışmaq istəyirəm. Radioterapi süd vəzi xərçənginin müalicəsində multimodal müalicənin bir əsas tərkib hissəsindən biridir və önəmli bir yer tutur. Bu həm süd vəzi xərçəngidə lokal kontrol, həm də xəstəliksiz sağ qalımı artıran bir müalicədir və çoxlu sayda tədqiqatlarla radioterapinin effektivliyini göstərilmişdir. Süd vəzi qoruyucu cərrahi əməliyyat olmuş xəstələrdə rezeksiyadan sonra demək olar ki, bütün xəstələrə şüa müalicəsi tətbiq olunur. Bu xəstə demək 17 randomizə tədqiqatdan ibarət olan meta-analizin nəticəsi 10 illik lokal kontrol və 15 illik süd vəzi xərçənginə bağlı ölüm radioterapi alan qrup və almayan qrup müqayisə olunmuşdur və onlar arasında radioterapi yönündə effektivliyi göstərilmişdir. Lokal kontrolü statistik anlamlı dərəcədə artırır və mortalitəni isə azaltmışdır. Mastektomi olan xəstələrdə isə ən önəmli 22 randomizə tədqiqatdan ibarət olan yenə meta-analizdə N0 xəstələrdə postmastektomi radioterapi müqayisə olunmuş. Həm lokal kontrol, həm də süd vəzi xərçənginə bağlı mortalitəni dəyərləndirmişdi bu analiz və burada da lokal kontrolü və mortalitədə radioterapi alan və almayan qrup arasında N0 xəstələrdə heç bir fərq görülməmişdir. Və indi protokolumuzda da, rutin həyatımız radioterapidə də bu demək xəstə qrupunda, N0 xəstə qrupunda postmastektomi radioterapi tətbiq etmirik. Sadəcə bəzi istisnalar var. Tümörün ölçüsü əgər 5 santimdən çox olarsa və ya cərrahi sərhəd pozitivliyi və ya 1 milim yaxınlığı olarsa, o zaman biz radioterapi tətbiq edirik bu qrup xəstələrə. N2 xəstələr, yəni 4 və ya artıq limf nodu metastazı olan xəstələrdə də müqayisə radioterapi alan və almayan qrup postmastektomi dəyərləndirilmiş. Bu qrupda da lokal kontrol və lokal kontrolün radioterapi alan qrupda anlamlı dərəcədə yüksək olduğu görülmüşdür və mortalitədə təqribən 9% az olmuşdur. Ən çox mübahisələrə səbəb olan 1-3 limfadüyünü metastazı olan xəstə qrupudur. Bu xəstələrdə bəzi yeni çıxan tədqiqatlarda hətta bu 1-3 limf nodu metastazı olan xəstələrdə heç radioterapi aparılmaması yönündədir. Amma bu meta-analizin nəticəsində də həm lokal kontrol baxımından, həm də süd vəzi xərçənginə bağlı mortalitəni azaltdığı və lokal kontrolü artırdığı N1 xəstələrdə də göstərilmişdir. Son illərdə xəstə süd vəzi xərçəngi diaqnozu qoyulmuş xəstələrin demək olar ki, 20-30%-i müalicəsi neoadjuvant kimioterapiya ilə başlanır. Bu hansı xəstə qrupudur? Bayaq kolleqalarımız bu haqda danışdılar. Lokal iləri süd vəzi xərçəngi olan xəstələr, uzaq metastaz riski, lokal residiv riski yüksək olan xəstələrdir. Erkən mərhələ olmasına baxmayaraq, triple negativ və HER2 pozitiv olan xəstələrdə də neoadjuvant kimioterapiya tətbiq olunur. Aqressiv molekulyar subtiplərdə də neoadjuvant kimioterapiya erkən mərhələsi olmasına baxmayaraq geniş istifadə olunur və süd vəzi qoruyucu müalicəyə namizəd olan xəstələrdir bunlar. Neoadjuvant kimioterapiya uzaq metastaz riskini azaldır, downstaging məqsədi ilə xüsusən aparılır. Süd vəzi qoruyucu cərrahi olma olasılığı olan xəstələrdə kozmetik nəticələri yaxşılaşdırmaq üçün aksillər cərrahi postoperativ ağırlaşmaları azaltmaq və sistemik müalicələrin effektivliyini in vivo dəyərləndirmək məqsədi ilə neoadjuvant kimioterapiyanı tətbiq edirik. Neoadjuvant kimioterapiyadan sonra şüa müalicəsində önümüzə çıxan iki əsas sual var. Biri, bu xəstə erkən mərhələ saydığımız T1, T2 N pozitiv xəstələr neoadjuvant kimioterapiyadan sonra patoloji tam cavab alınan xəstələrdə postmastektomi radioterapi aparılmaya bilərmi? Bu ikinci sualda
Radyoterapi sahəsini bir şəkildə kiçiltmək mümkündürmü? Yəni patoloji tam cavab alınmış lenf nodu pozitiv olan xəstələrdə regional limfa düyünlərini şüalandırmamaq mümkündürmü? Əsas iki mübahisəli suallar var bizim sferada da. Deməli, 116 xəstədən ibarət Çin tədqiqatında erkən mərhələ M1 süd vəzi xərçəngli xəstələrdə neoadjuvant kimyoterapiyadan sonra tam patoloji cavab alınmış xəstələrdir. Postmastektomi radioterapi ilə alan və almayan qrup arası müqayisə olunmuş və onlarda heç bir fərq görülməmişdir. Ən önəmli praktiki dəyişdirəcək olan bir tədqiqat da NCBP B51 tədqiqatıdır. Bu tədqiqatda da yenə eyni klinik T1, T2 bir pozitiv olan xəstələrə neoadjuvant kimyoterapiyadan sonra xəstələri iki qrupa stratifiyə etmişlər. Bir qrupda xəstələrə regional nodal şüalanma aparılmış, digər qrupu isə əgər mastektomi olmuşsa, ümumiyyətlə radioterapi tətbiq olunmamış, digərində isə süd vəzi qoruyucu cərrahi olmuş xəstələrdə isə sadəcə süd vəzi radioterapisini icra olunmuşdu. Və bu xəstələrdə də görülmüşdür ki, radioterapi alanla almayan qrup arasında heç bir həm lokal kontrol baxımından, yəni həm də ümumi sağqalım baxımından heç bir fərq görülməmişdir. Digər bir tədqiqat da oxşar bir tədqiqatdır. Bu tədqiqatda hər bir radioterapi alacaq xəstəyə individual yanaşmağı önərir və xəstələri də patoloji tam cavab almış xəstələrdə də hansı xəstələrə bu demək radioterapini patoloji tam cavab alınsa da bəzi risk faktorları, yüksək risk faktorlarını nəzərə alaraq o xəstələrə də radioterapi önərilir. Bu 850 xəstədən ibarət olan bir tədqiqatdır. Rezekt olmuş xəstələrə sadəcə radioterapi aparılmış, regional şua müalicəsi, regional limfa düyünləri şualandırılmamış. Əgər total mastektomi olmuşsa, bu xəstələrə ümumiyyətlə radioterapi verilməmişdir. Hədəf lokal kontrol, xəstəliksiz sağqalım və ümumi sağqalımdır. 2025 dekabrda bu tədqiqatın da nəticəsi açıqlanacaq. Dediyim kimi, burada 3 əsas risk qrupu, düşük, aşağı, orta və yüksək risk qrupuna ayırmışlar xəstələri. Aşağı risk qrupunda baxmayaraq ki, patoloji tam cavab alınıb, bəzi yüksək risk faktorları var. Grade 3 olması, lenfovaskular invazyon və ya xəstə yaşının 40 yaşdan aşağı olması, T2 amma tümör ölçüsü 2 santim, 3 santimdən çox olan xəstələrə də patoloji cavab alınsa belə bu xəstələrə də regional nodal şualama məsləhət görülmüşdür. NCCN 2025 guideline-ında da baxsaq, bu xəstə qrupunda baxmayaraq ki, davam edən geniş çaplı tədqiqatlar var, amma yenə də radioterapinin göstərişləri dəyişməyib, regional limfa düyünü şualandırmağı məsləhət görür. Son 3 ildə bizim belə gözlədiyimiz bir dəyişəcək, yeni bir şeylər dəyişim olacaq deyə düşünürük, amma hələ ki eyni şəkildə standart regional, baxmayaraq ki, patoloji tam cavab alınmış xəstə qruplarımız olur, amma onlara da yenə regional nodal şualanma diseke olmayan sahələrə məsləhət görülür. Burada aşağıda belə bir not gedir amma guideline-da aşağıdakı bəzi subtip, bəzi qruplar var ki, xəstələr, patoloji tam cavab alınmış xəstələr, bunlara regional nodal şualanma, süd vəzi qoruyucu cərrahi aparılmış xəstələrdə aparılmaya bilər. Postmastektomi xəstələrində isə ümumiyyətlə radioterapi olunmaya bilər. Amma bu bir not şəklində altdan gedir. Guideline özü isə regional nodal şualanmanı məsləhət görür. Ən önəmli, bu da cərrahların da bəlkə də diqqətini çəkən bir Alliance 112-02 tədqiqatıdır. Faz 3 bir non-inferior tədqiqatdır. Xəstələr klinik T1, T3 xəstələr və N1 xəstələr 2918 xəstədən ibarət olan xəstələrdir. Neoadjuvant kimyoterapiya sonrasında xəstəliyə SLNB olunubdur, amma aksillər lenf nodu diseksiyona tamamlanmayan qrup və aksillər cərrahi olunmayan qrupda aksillər radioterapi aparılmış.
Bu bir növ adjuvant rejimdə Amarus Z11 tədqiqatlarına oxşuyur, amma neoadjuvant sonrası aparılmış bir xəstələri əhatə eləyir. Bu tədqiqatın nəticəsi hələ açıqlanmayıb, amma çox maraq doğuran bir tədqiqatdır. Bu qədər. Bizim düzdür, bu mövzuda mübahisəli və çox aktual olan bir mövzudur, amma hələ ki rutin müalicəmizi davam edirik. Son 3-5 ildə bir dəyişim gözləyirik. Diqqətinizə görə sağ olun.